Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler, ama sınmadılar. Möhkəm durdular. Budur, alacaq. Ancak torpağı korumak için vuruşublar, dövüşüblər, həlak olublar, şəhid olublar. Şəhid olmak her bir insan için en yüksek zirveye çatmak. Ancak biz istemezdik ki bizim gençlerimiz şəhid olsunlar. O kahramanlar ki, o insanlar ki, o vuruşlarda, o dövüşlerde şehit oldular, canlarını kurban verdiler. Onlar bizim ordumuz için, her bir asker için örnek olmalıdır. Salam 102 xəbər, info və inform xəbər TV sosial şəbəkə izləyiciləri. Bugün İmişli rayonunda Aranlı kəndindən olan şəhidimizin ailəsindəyik. Hal-hazırda bizim yanımızda şəhidimizin anası dayanıb. Elmira xanım, şəhidimiz haqqında bizə nə danışırsınız? İmişli rayonun Aralı kəndi şəhidi Temurov Şaiqin anası Elmira ana. Mənim Şaiqim 1992-ci ildə anadan olub və orta məktəbə gedib, orta məktəbi qutarandan sonra hərbi xidmətə gedib və hərbi xidmətdən gələndən sonra yəni artıq müddətdən artıq bir xidmətə getdi, öz könlüylə gedib. Maxılığı oxudu və ondan da sonra kəşfiyyatçılığa keçdi. Yəni Füzulidə gedən qanlı döyüşdə yəni şəhid oldu. Mən balamla fəxr eləyirəm ki, Şaiqin anasıyam. Mən balam çox gözəl uşaq idi. Həqiqətən də yəni vətənpərvər, ailəsinə bağlı, yəni ataya, anaya bağlı bir uşaq idi. Və həmişə deyirdi ki, mübarizdən sonra mən yəni onun qanını almağa gedəcəm. Həmişə elə o şeylə fikirləşirdi, onu elə bir düşünürdü və getdi də həm özü öz qanını aldı, belə deyim, həm də mübarizin qanını aldı. Yəni mən, atası da, mən də fəxr edirik biz balamızdan. Yəni qürur duyuruq ki, elə bir evlad böyütmüşük vətənimiz üçün, torpağımız üçün, bayrağımız üçün, Azərbaycanımız üçün. Mən fəxr edirəm öz balamla. Çox sağ olun. Atamız kövrəlib, atamız danışa bilmir. Bizim Şaiq qardaşımızın həm dostu, həm müəllimi olan Babək müəllim yanımızdadır. Bildiyimiz qədər sizin Şaiqlə yoldaşlığınız daha yaxından olub. Nə danışa bilərsiniz? Teşekkür ederim. Birinci evvela hoş gelmişsiniz. Sizin əməkdaşlara öz adımdan və kulumuzun adından minnətdarlıq bildirirəm. Allah razı olsun. Teşekkür ederim. Sağ olun. Əziyyət çəkib gəlmişsiniz. Mən Temurov Şaiq adına Kimboks İdman Klubunun həm məşqçisi, həm də müəllimi kimi kiçik yaşlarından, 7 yaşından idmanla sevir, vətənpərvər, döyüş bir gənc idi. Allah müşahidlərimizə rəhmət edəsin, cəmi qazilərimizə şəfa versin, ordumuzu qorusun, millətimizi qorusun, prezidentimizi qorusun. Mən Şaiq haqqında çox söz danışa bilərəm. Əvvəla, bugün də onun klubunun adını daşıyır. Bugün şagirdlərim onun adına olan yarışda, onun adına fəxrlə yarışlarda iştirak edib, idmancı, Sərhəd İdman kompleksində gedən yarışlarda bizim şagirdlərimiz, tələbəmiz yerlər tutdu. Heydər Əliyev 103-cü anım günündə yer tutdular uşaqlar. Bugün aprel şəhidlərində də
yer tutular. Mən Şahin haqqında çox deyirəm. Həm iyi futbolçuydu, həm iyi kimboksçuydu. 7 yaşından o mənim yanımda tacinin hərbi xidmətə gedənə yaxın mənim yanımda deyim, nümunəvi, gözəl bir şagird olub. Ya şagird deyəndə tələbə olub. Yəni mən əlimdən nə gəlibsə o uşaqlara, tək o yox, bütün gənclərə, aranında olan gənclərə də hamısına mən idmanın sirlərini öyrəndim. Bu gün də ki, fəxr edirəm ki, yəni biz onun adına klubu təşkil etmişik. Klubumuz da var, kəndin mərkəzindədir. Və bu klubun açılmasında da İlfat müəllim bizim təşkilatın sədridir. Ona da öz təşəkkürümü bildirəm ki, bizə yaxından, uzaqdan kim kömək eləyibsə, bu təşkilata kim kömək eləyibsə, hamısına öz minnətdarım. Təşəkkür edirəm. Allah razı olsun. Çox sağ olun. Bəli, hörmətli tamaşaçılar, bizim yanımızda bir dənə qonağımız var. Aranlı kənd tam orta məktəbinin məktəb direktoru Anar müəllim. Anar müəllim, sizin yəqin ki, məktəbinizdə təhsil alan şagirdlərdən biri olub Şaiq. Şaiq necə məktəbli olub, necə şagird olub? Vaxtı danışarız. Əvvəla, mən öz adımdan, kollektivimizlə hər birisi xoş gəldin deyirəm. Şaiq haqqında danışmaq bizim üçün çox ağırdır. Niyə görə? Ağırdır. Ona görə ağırdır ki, gözünün qabağında böyüyən uşaq, əsl vətənpərvər, sakit, mehriban uşaq bugünkü gündə düzdür. Yəni, bugünkü vətənpərvər dedikdə, yəni bu vətən üçün, el üçün çalışan uşaq olmaq. Ona görə ağırdır. Yəni, dillə demək biraz mənim üçün ağırdır. Ona görə deyirəm. Sakit, mehriban, yoldaşlara ünsiyyətçil olur, qayğıkeş olur, yoldaşına qarşı istəməzdi ki, heç vaxt kimsə misal üçün bir uşaq oldu ki, uşağın xətrinə deyəndə, yəni ona əziyyət tapsalayıb geçsin. Ona görə də yəni bugünkü gündə Şaiq haqqında çox danışmaq olar. Yəni tərcümə halını qoysaq, danışarıq, çox danışarıq. Aslında yenə deyirəm, bu mənim üçün ağırdır. Mən yenə deyirəm, onların valideynlərinə Allahdan səbir diləyirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun. Bugünkü gündə 30 illə işğal altında torpağı olan torpaqlarımızın bunların sayəsində, başda Ali Baş Komandanımız olmaqla, bunların sayəsində bugün anlaşıq gəzirik. Buna görə gəzirik ki, 30 il. Tapsaq altında olan torpaqlarımız bugün azaddır. Bugün doğmalaşan Qarabağımız, bugün anlaşıq gedir. Niyə görə ki, çünki bu oğulların sayəsində. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurlandır. Bunların hər birinin valideynin qarşısına baş əyələr. Bizim yanımızda bir dənə də körpə balamız dayanıb. Şəhidimizin bacısının oğludur. Bugün dayısının adını daşıyır. İnşallah böyüyüb, əskər olar, gələcəyin layiqi evlatlarına olar inşallah. Bir də Şaiq qardaşımız haqqında belə bir sizə sual vermək istəyirəm. Şaiq ailədə necə bir uşaq olub? Bu bir uşaqlığından yadda qalan bir xatirə bizə danışa bilərsə. Mən büyükəm, sakit təbiətli uşaq olur. Çox sakit təbiətli uşaq olur. Mehriban, yenə deyirəm, mehriban qayğıkeş uşaq olur. Yəni mən belə, yəni məktəb oxuduğu dövrü deyirəm. Yəni analiz edirik ki, bu yəni evdən gələndə, bu uşaq evdən çıxanda hansı tərbiyə ilə çıxıb uşaq çıxan, biz məktəbdə onu görürük. Yəni evdə də sakit, mehriban, qayğıkeş uşaq olur. İndi ola bilər biz çəkilişdən sonra onun videoları var. Öz bacı uşaqları, qardaş uşaqları ilə necə mehriban oynaması, davranması, yəni o videolarda da var. İndi lazım olsa imkanlardan götürə bilərsən. Yəni baxırsan ki, çox sakit, mehriban, ondan sonra qayğıkeş olur. Yəni mən özüm analiz edib görürəm. İndi atası, anası hansı təəssüratı görəcək, özləri deyəcəklər. Yəni mən özümün analiz elədiyimi deyirəm. Yəni baxırsan ki, çox sakit, mehriban, qayğıkeş olur. Ancaq bir də var ki, vətənpərvər ruhunda böyüyüb. Yəni sağ olsun Babək müəllimi ki, həmin uşaqları, Şaiqin bugün açılan Şaiqin adına açılan kim qrupunu bugün bizim
kəndimizdən bizim məktəbli şagirdlərimizin orta bu günləri Babək müəlliminin təmini ilə təşkil keçirirlər. Rayon birinciliyində, respublika birinciliyində, bölgələri, regionlarda qalib olurlar. Buradan da Babək müəllimə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Həmçinin İltifat müəllimə, çünki İltifat müəllimi sayəsində, Babək müəllimi sayəsində bu ərsəyə gəlib çıxırlar. Çox sağ olun. Allah'tan bir daha şəhidimizə rəhmət diləyirik. Biz də öz 102 xəbər kollektivimiz adından sizə çoxlu səbir diləyirik. Çox sağ olun. Mən də öz təşəkkürümü bildirirəm. Gəldiniz, işıqlandırırsınız. Çox sağ olun. Çox var olun. Allah sizləri qorusun. Çox təşəkkür edirəm. Çox var olun. Kalk kalk ulu torpaq, kalk kalk ulu bayraq, kalk kalk sən ey mərd xalq, yer titresin məhvərindən. Kalk kalk ulu torpaq, kalk kalk ulu bayraq, kalk kalk sən ey mərd xalq, yer titresin məhvərindən. Ocaq sönmüş neçə yurtda, uca dağlar yanır odda. Arxa bakını eller darda, ürəyimiz göynər kəsdir. Daha gözlük yeter. Kalk kalk ulu torpaq, kalk kalk ulu bayraq, kalk kalk sən ey mərd xalq, yer titresin məhvərindən. Kalk kalk ulu torpaq, kalk kalk ulu bayraq, kalk kalk sən ey mərd xalq, yer titresin məhvərindən. Və onun xalqına and üstünə. Ulu torpaq, ulu bayraq, sən ey mərd xalq, yer titresin məhvərindən. Ulu torpaq, ulu bayraq, sən ey mərd xalq, yer titresin məhvərindən. Ulu torpaq, kalk kalk ulu bayraq, kalk kalk sən ey mərd xalq, yer titresin məhvərindən. Kalk kalk ulu torpaq, kalk kalk ulu bayraq, kalk kalk sən ey mərd xalq, yer titresin məhvərindən. Kalk kalk ulu torpaq, kalk kalk ulu bayraq, kalk kalk sən ey mərd xalq, yer titresin. Gördüğünüz bura İmişliran Aranlı kəndinin qəbrəstanlığıdır. Kəndimizin 8 şəhidi var. 8 şəhidin ikisi itkindir. Bugünə kimi də onun məzarı yoxdur. Ona görə şəkillərin burada ikisi böyür-böyrədir. Yəni bunlarla işıqlandırma. Yəni 8 şəhidimiz bizim kənddə torpaqlarımızın uğrunda döyüşlərdə şəhid olublar. Və biz də onu bilib müdadatı ilə
şəhidimizin atası ilə burada bu guşəni yaratmışıq ki, burada onlar da görülsün. Bütün şəhidlərimizi burada yad edəcək. Təşəkkür edirəm. Sağ olun. Allah sizə razı olsun. Değerli hörmətli tamaşaçılar, biz hal-hazırda qəhrəmanımız Şaiqin adına açılmış klubdayıq. Buyur müəllim. Vaxtınızı deyək. Teşekkür ederim. Sağ olun. Yine de sizi teşekkür ederim. Sahip gelmişsiniz. Allah kömürsün. Bu günləri biz Mişli rayon Aranlı kəndi Şəhid Şaiq Teymurov adına Kimboks İdman Klubunun idman zalındayıq. Və burada zalda keçirilən və burada məşğul olan şagirdlərimlə bir yerdəyik və şəhidimizin anası Elmira xanımla bir yerdəyik. Yəni keçirilən və aprel döyüşlərində şəhid olmuş şəhidlərimizin İmişli Kimboks İdman Klubunda keçirilən yarışlardan nailiyyətli olduqlarına görə Gənclər və İdman İdarəsinin rəisi Ceyhun müəllim və regionalın verdiyi diplom və medallarla təltif olunmuşdular. Və bu günlərdə burada həmən yarışlarda keçirilən şagirdimizdir və digər yarışlarımızda da iştirak ediblər. Sərhədçi İdman Komitəsində, Xocalı Ədalət yarışında da iştirak ediblər bizim tələbələr və Heydər Əliyevin 103-cü il dönümündə də yarışda iştirak ediblər bizim tələbələr və bu günlərdə bizim zalımızdadılar. Sahib gəlmişsiniz, təşəkkür edirəm. Bu işləməyə əmək olan bütün təşkilatlara öz minnətlərimi bildirirəm və başda İltifat müəllim olmaqla Şəhid və Qazi İctimai Birliyinin sədri olaraq o bizə çox dəstək verib və ona da öz təşəkkürümü bildirirəm. İcra Hakimiyyətimizin başçısı Elçin müəllimə də öz təşəkkürümü bildirirəm və kimin əməyi olursa ona öz təşəkkürümü bildirirəm. Başda Elmira xanım və onun həyat yoldaşı, şəhidimizin atası Vidadi Teymurov olmağını təşəkkür edirəm, sağ olsun. Və bir yaxınlarda bizə də dəstək olan icra nümayəndəmiz Cavan kadrdır, ona da öz təşəkkürümü bildirirəm. Və o bizdə nümayəndə olandan bəri bizə dəstək verən nümunəvi həmişə yanımızdadır. Biz də ona da öz Ariel müəllimə də öz təşəkkürümüzü bildiririk. Sağ olun, Allah razı olsun. Güclü Xəbər, İnfo və Forum Xəbər TV-nin baş direktoru Azər Xudiyaroğlu, informatorla İlham Salih qızı və Elxan Hüseynoğlu, İmişli.